Ay qaqaş bu harda deyə boş verəm, öldü yaxımız ya. Açdı ay qaqaş da. Alo. Salam aleyküm. Qardaş sən bunu hara atmısan? Atan mən tapa bilmirəm, qurban olum. Sen yoldun arkadaş. Orada atmayacağım bir götürdüm. Ay qaqaş sənə qurban olum. Mənim vəziyyətim yaxşı deyil deyirəm. Ay uğraş oğlu, uğraş. Azad! Ay Azad! Azad! Qapı niyə açmır? Açıldı ki qapı. Azad! Nə olub sənə? Hayda! Yenə Firdevs gedib. Azad dur, Azad! Azad dur! Ay Azad! Bağışlayırsan, ey Kərbəla, sənə də əziyyət verirəm. Özünü də sən ay qardaşsan. Nə bilim, ey qaqaş. Həftələ kimi belə davam olursan. Sən qaqaş hansı narkoman öz kefəndən eləmir? Heç bir narkoman öz kefəndən eləmir. Sən qardaşım belə pisim olsa, sən də mənim dostumsan. Onlar məni bu vəziyyətə salıb, sən nöş düşmürsən. Demək problem mənim özümdədir də. Bu vəziyyətə salan mən özüməm. Düzdür? Bundan da qurtarım da qaqaş məni də. Yoxsa bax dost deyirsiniz. Mən bilmirəm ləyaqətini satıb satmaz sənə, amma ləyaqəti satacaq bir şəxs tanıyıram. Kimdir ki qaqaş? Ləyaqəti sənə ləyaqətim satmıyor. Kimdir? Ahad Şahin. Çətinlik gəldi qorxmayasan, əldən düşməyəsən, inamını saxlayasan. Mən başa düşdüyüm bu yaşdakı yavaş-yavaş 50-yə yaxınlaşıram. Başa düşdüyüm budur ki, sən demə Allahın bütün imtahanlarının əsas məqsədi budur. Görüm mənə qarşı fikrin necədir, dəyişir ya yox. Görüm imanın sarsılır ya yox. Yəni mən barədə gümanın nədir? Sən demə Allahın işi bununla imiş. Allah bir söz nə deyir? Deyir ki, mənim barədə nə gümanında olsa onu doğruldacam. Sən desən, yox əşki, Allah məni bağışladı, deyir, Allah deyir, axı bu mənə gümandadır, mən barədə bu zəndədir, olmaz doğrultmayayım. Bəzi duan qəbul olmaya bilər, amma bu mütləq qəbuldur. Buna şübhəz olmasın. Kim desə ki, mən rəhmətinə ümid varam, düzdür mən günahkaram, amma bağışladı bu gecə. Allah deyər, yaxşı deyil, axı bu deyir dili ilə ki, Allah məni bağışladı, mən bunu bağışlamayayım. Bu mənim Allahlığıma yaraşmır. Mənim Allahlığımla bir araya sığmaz. Düşünməyin belə ki, görəsən, bu suizəndir, ayələrini oxudum. Allah qəzəbli danışır belə adamlarla. Və möminlərin də qəlbində bədgüman olsa, pis güman olsa, Allah çox qəzəblənir. Allah deyir, məyər bizlə danışanda, deyir, məyər imanın yoxdur mənə? Elə bir böyük sənə deyir ki, ged arxandayam, neynəsən narahat olma, mən varam, heç nədən narahat olma. Sən yenə əsirsən, o böyük qəzəblənir. Deyir, axı sənə dedim, ged, rahat ol. Allah o əzəməti ilə deyir, qüdrətim, rəhmətim sənin ixtiyarındadır, ay insan. Arxalan mənim qüdrətimə, rəhmətimə, arxain ol, narahat olma, ürəkli ol. Sən ki, ümidsizlik yaranır səndə, sarsılırsan, Allahın bu xoşuna gəlmir. Allah deyir, məni nə sayırsan? Mən deyirəm ki, mən sənin arxandayam, mən sənə dəstəyəm, inanmırsan mənə? Məni nə hesab edirsən? Allah istəyir, biz bütün qəlbimizlə onun mehribanlığını qəbul eləyək, onun qüdrətini qəbul eləyək. Buna deyirlər Allah barədə hüsn-i zənn. Mənə hər hansı bir çətinlik üz verəndə deyirəm, Allah indi mənə məhəbbət göstərir. Allah mənləndir, narahatçılıq əsas yoxdur. Allah çətinliklə də mənə sığal çəkir. Allah sevdiyindən bəla göndərib. Sıxıntını özü verib, mənləndir, görür və həll eləyəcək hər şeyi. Öz əlindədir. Həzrət Davud deyir ki, baba, budur, məsələ budur.